Hə, yağmur demənə, müayinə etmək. Examen. Examine. Bəs exam nədir? İmtihan. Yok, exam imtihan. Alman dili. German. Almaniya nədir bəs? Almanyalı. Yox, Almaniya. Almanya. Axırına Germany. iyi saat atırsan. Əsas, Base. Base. mübtəda, Subject. küçük, Puppy. əldə etmək, almaq, Get. robot, Robot. dadə həmçinin, To. keks, Zake. Cake. sürpriz, Surprise. Surprise. qardaş, Brother. yaxşı, tələffüz, Pronunciation. Pronunciation. ciatyon, planlaşdırmaq, Plan. yarış, Neydi? Conversation. O da var. yarış, Connect. Yo. Başında neydi benim? match. Matı. Tişlər demirlər, Maç. maç var. Ay da, yavru oldu. Tenis, Tennis. tələyə salmaq, Trap. əl çalmaq, Clap. damcı, atmaq, düşürmək, Drop. səliqəyə yatmaq, Tidy. yazışı, Tidy. əksər, Aksar neydi? Most. onların, Their. hansı ki, Their. hansı ki, Hansı ki? Ayda neydi o? That. zət başqa nədir? That. Yok. Bu that o. Hadisə, Event. qaydalı, Regular. Regular. keçmiş sadə zaman, Past simple tense. hədəf, Target. düzdür, malades. Səkinə öyrənmisən? De görüm mənə. Əsas, Mouse. Ne zamanım? əsas, Esas. Base. nətə yazılır? Base. 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 Müayinə etmək, Muayene etme. Example. example, Yo, exam. examin. Nətə yazılır? Examine. Alman dili, Alman. Alman. German. Nətə yazılır? German. German. Mübtəda, Ama biz de söyleyeyim. niyə? Ha? Ama ben bir bilmirdim. Trenlerden anlatmaya Yeri bilmirdin. Yeri bilmirdinsə bu 3-4 gün ərzində soruşa bilərdim, maraqlana bilərdim də. Nə bəhanədir ki, başa düşmədim. Deməli heç öyrənməmsən. Bildiklərin uzaqbaşı biraz zət olar da, tennis olar, brazi olar. Təkrarla bu dəqiqə. Bu da tərs çıxdı. Deyirəm ki, hələ 100 dəfə. Buradan getməmişdən qabaq sözlərin yerini, bir də testlərin yerini işarələyin, qrammatikanı işarələyin ki, evdə nə öyrəniləcək. Axırıncı dəfə olsun. Aradır əzağa. Səhvə 108 misdən yolu verir. 108. Öyrənmirsən, ha? Bəli. Ört. Örtmüşəm. Nədir? Yun nədir? Yun, slip. Yanlış deyirsən. Yun. V. Völ. O nə düşür? Vul. D yoxdur. Vul. Bir də D. Vul. Yazışın bilsən. Kesin.
Yazısan öyrənməmsən Əzağa. Kitabı ört. Ört də, ört. Örtəmirsən. Sö. Ha. Taxta odun. Taxta odun. Kan. O da bundan başlayır. Vel. Değil. Taxta odun neydi? Taxta odun. Biraz edilmişsiniz. Wood. D. Wood. Wood. Woodun başqa mənasını bilirik. Buldun. Meşə taxta. Meşə taxta. Gümüş. Gümüş. Bəli. Ay, al. Əzağa 10 dənə sözdür də. Al. Yanlış deyirsən. Silik. Sınla başlayır, silik Gold. deyil. Danışmadım. Sel. Yanlış. Gümüş. Anladım. Silvə. Ha, silver. Gold qızıldır. Dəmir. Demir. Ne tekrar edebilirim? Təkrarlamaq evdə olur. Bura gələndə hazır Demir hazır mənim vəziyyətdə. ailəmdə öyle. Hazır vəziyyətdə gəlməlisən. Təkrarla. Səhvəmiz. Səhvə 25 değil. 25. Hardan ora? Yani aşağıda Hansıdır Yusuf? Lövhə. Mənim sonuncu yekümdən buradakı mənim lövhə yazılı taxtasına qədər. Ha. Yekün. Nədir yekün? final yazıları final. Dəqiq olsun. Yok final Değil. değil, final yazılır. Ha. Keç. Evet, biraz tez gəlməmsən. 9'a değil. 9-un yarısıdır da, 12 ildə deyirik. 12 il hazırla gəl, sənə bilmirsən neçədir? 9'a 9-un yarısı. 9-un yarısı. Bu günlər 9-un yarısıdır. 5-ci gün saat 10-dadır. Yadında qaldı. De görüm mənə meymun. Monchi yazılır. Yok, Monchi deyilir. Monchi de yazılır. 12. Monchi yazılır, Monchi. Fil. Fil elefant, elefant. Elephant da ə hərfi yox. Ha. Silmək. Silmək, Remove. remove, hə. Nətər yazılır bilirsən? W, bir də o. Remove. W. W deyil. De görüm. Remove. Axırıncı, sonuncu. Final, hə, ending, end image yazılır. Ending. O da var. Başqa bir də var. Başqa nə idi? Başqa? Ha, axırıncı, sonuncu. L. Hə, last var idi. Last yazılır. Qoşalamaq. Qoşalamaq. Bir break. O nədir ki? Dab. Hə, double. Nətər yazılır? D-A-B-L. Ya, yalan demə. Double. Hə, bəli, do. Yəni yox, vaxtında cavab vermək lazımdır. Sait. Sait. Consent samitli. Bəs sait nədir? Saitdə Vowel. 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 Vowel yazılır axı. Vowel. Oxulur axı. Nədən oxunur? Vowel yazılır, yox əfəndim. Oxunuşuna. Bəli. Vowel. Vowel. Yaz. Birinci müəllim V-sı adı V-dır. Oradakı vel yazılan. İkinci vursu W. Düzdür. Samit nədir? Samit consent. Jonsu yox. Jonstant yazılır. Consonant. Jonsuna. Niyə yaxşı öyrənməmsən? Hocam mən yazılışdan bilmirəm. Heca. Heca bir yox. Syllable. Yalçın dəqiq ki bilməzsən. Halaldır. S-Y-L-A-B-B-L. Bir dənə bu. Sonra dovşan. Rabbit.
Krabi. Zürafə. Züraf. Nə yazılır? Züraf ilə yazılır. Ciraf. Zürafı. Giraffe. 2 dənə f. Ben. Nənə. Grandma. Grandma. İstifadə olunmuş. Use. Use. Yüz istifadə etməkdir və olunmuş nədir? İstifadə olunmuş. Yusuf. Use. D, axırda D. Çanta. Santa bag. Nə yazılır? Bac. Dəyişiklik. Dəyişiklik. Change. Change. Ben. Nə yazılır? Chine. Çına yazılır. Yok. T belə. Yazışı deyirəm. Yazılışı. Cına. Sonra C. H. Yok. C. H. A. C. An. C, H, An, G. C. Hangi? Zəhrimar. Dolu izdihamlı. Dolu izdihamlı. Full. Yok. Başqa bir də var. X. Crowd. Crowded. Nə yazılır? Crowded. Aha. Cirov ded. Kreslo. Amca. Nə yazılır? A. Ar. R. Arımçı. Ç nə yazılır? Nəməli? Ç nə yazılır? Arın. Sıheri. Yok. Çay. Çay. Cıhı. Hayır. Burada C dedik ki, ikisi bir yerdə Ç səsini verir deyə. Chair. Narahat. Narahat. Uncomfortable yazılır. Zorfontable deyilir. Yazılır. Əyləncə. 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 Yaxşı, attraksiyon. Atraksiyon. O bir tərəfini öyrənməmsən, hə? Nəməli? Attraksiyonu görmüsən, əyləncəyə baxmamısan, hə? Nədir? Attraksiyon nədir? Atraksiyon. deyilir. Attraction. Attraction. Nə yazılır? Atı. Yok. Atraksiyon. T, R. R. Atraksiyon. Ay, sağ ol. Həyəcan verici. Heyecan verici. Heyecan verici. Öyrənməmsən Məmməd, hə? Öleceğim şey benim. Biraz çetin sözleri karıştırdım. Nə çətin söz ki? Arkaları karıştırdım. Yol. Yol. Road. Road yazılır. Road. Road yazılır, road deyilir. Website. Website. Haqlı olmaq. Haklı olmak. Ha, haqlı. Bir Düzdür. right. Birinci yazılır. Düzdür. Birinci. Təyyarə. Teyyare. Pale. Yok. Play. Playing. Plane. Nə yazılır? P-L-A-Y. Zəhrimar. Flying. Plani. Flying. Bahalı. Bahalı. Excuse me. Excuse me, üzr istəyirəm. Expensive. Nə yazılır? Expensive. Cifi. Sonra Avropa. Avrupa. Nə yazılır? Yanlış. Euro. Rope. Lövhə yaz taxtası. Blackboard. Blackboard. Təkrara yenə. Başlayanma. Gəl Yusuf. İndi gözüm üstündədir. Duxun var. Yusufun bilmədiyi sözü deməyəsən. Ne termini? Duxun var. Yusufun bilmədiyi sözü deməyəsən. Öyrənmisən Yusuf? Bəli. Deyirəm mənə. Yusufdan sonra məndən soruşuram. Tamam. Kimdən sonra? Yusufdan sonra? Ayasdan soruşuram. Ayazdan sonra. Deyirəm mənə. Zürafə. Zürafə. Hə, zürafə. Hə, girafə. Nətər yazılır? Nətər deyilir? Grev. Görər. Giraffe. Nənə. Grandma. Yazışını bilərsən yəqin. Grandma. Düzdür. İstifadə olunmuş. İstifadə olunmuş. Yox. İstifadə olunmuş. Use. O da u bu ro. Usaid. Used. Bax, use et dedikdə, use dedikdə, onun içində bu yoxdur, r yoxdur. Onlar nətər özünü əlavə eləyə bilərsən? Müəllim yüz sözündə
Bir də ed artıranda e-nin biri düşür. Sadəcə d artırırsan da. Çanta. Sen beç. Bak. B, A, Bac. Bu da C. Bəli. Dəyişiklik. değişiklik. Crovdet. Yo. Yo, o da o izdiham. O izdihamlıdır. Ç, Çeçin. change. Cihani. Saçım sözü cihari. Hangi? Cihanca. Nə tər oxundu? Cihanca. Oxundu bəs. Changeable bəs nədir? Change. Dəyişkən, hə? Change. Change. Dolu izdihamlı. Dol ism Crovdet. Crovdet. Nasıl? Kreslo. Kreslo. Arım cihari. Bəs nə tər deyilir? Erim. Çay. Çəyə. Çay. Armchair. Arım çay. De görüm. Arım çay. Narahat. Narahat. John. Yok. John. For table. Tablet. Yazılışıdır. Bəs nə tər deyilir? Unforkable. Unforcard. Mən çaşdırdım da. Uncomfortable. Another unforkable. Comfortable rahatdır. Uncomfortable narahatdır. De görüm. Rahat. Comfortable. Comfortable. Another Narahat. narahat. Uncomfortable. Sağ ol. Həyəcan verici. Heyecan verici. Heyecan verici. X. Exercise. Yani Yanlış. Example. Yazılışı odur, düzdür. Bəs deyilişi exciting. Exciting. Website. Website. Site. Yol. Yol. R. Harobe. Bugün nə olubsa, niyə öyrənməmişsiniz ki? Road. Road. Bildim də bunlar deyirəm. Road. Nətər yazılır? Road. Nətər deyilir? Road. Road. Bu nə vaxtın gəlişidir? 600 gəldi, mən deyim. Başlamam saat 9'a dönüyor. 9-un yarısıda 100 dəfə 9'un deyilir. yarısı değil, özün de değilsen. Değil mi? Geç. 9'da demiştim. Deyirəm mənə. Lövhə yazı taxtası. Lövhə yazısı taxtası. Nədir? Aha. Blackboard. Blackboard. Bu. Bu art. Yaxşı. Bahalı. 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 Expensive. Expensive. Nətər yazılır? Nədir? Expensive. CV. Formalaşdırmaq. Forum. Təyyarə. Təyyarə planı. Plane. Aysa. Haqlı olmaq. Haqlı olmaq. Bir ay. Nətər yazılır? Bu Baray. A, bu E. Bu E. B. Ricihıtı. Yaxşı. Bəs yol nə idi bir yol dedik? Yol. 2 tane yolu var. V yolu. Ha. Bu Ben F'yi bilmirdim. Robe. Rode. Road. Road. Yazılır. Deyilir nətər? Road. Road. Nətər yazılır? Road. 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 Yazılır. De görüm mənə. Meymun. Monçe. Nətər yazılır? Mançe. M, Monkey. M sonra. M-O-N-C-E. Yaxşı. Fil. Fil. Nədir? Fil. Nədir? Elephant. Evet. Elephant. Nətər yazılır? Elephant. Silmək. 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 Demin. Hə, doble. Demədim Məhəmməd. Demin Təkrarla. bakayım. Mən Məhəmməd demədim. təkrarla dedim sənə. Mən doble. Demədim təkrarla. Bəbər basacaqsan sən. Demin. Deyəcək ol təkrarla. Mən doble. Heç kim burada boş dayanmır. Ay, səni çaşdırır bu. Mən onu heç eşitmədim ki öyle. Silmək remove da bu. Nətər yazılır? Rabitdir. Uç səsli təkrarla. Nətər yazılır? Remove. O nətər deyir mən? Axırıncı sonuncu. Axırıncı Silmək nətər? Remove. Lunch. Lunch. Ona ki. Nədir? Last. Last. Ay bala bu hələ biz keçmiş zamanda keçmişdik ki, last hansı zaman göstəriciləri idi? Keçmiş zaman. Keçmiş sadə zaman göstəriciləri idi də. Axırıncı sonuncu. Drobe. Drop sözü nədir? Drop. Drobe. Drop. Nə soruşdum mən? Axırıncı sonuncu. O soruşdum da, hə. Təzədən soruşmuşam, o ilə bir də yenə də bilmirsən. Droble. Ay bala last.
Las. Demədim indi lastdır, axırıncı sonuncu. Sənin ağlın hardadır ki? Başqası da. Başqası da bildi. Belə bildim də Yaxşı. çox başqasında. Qoşalamaq. Qoşalamaq. Qoşaq. Qoşa. Qoşa. Qoşa neydi? Double. Double. Heç eşitməmsən, double. Hə, mən də bayaqdan onu demək Double istəyirdim. burger falan deyirlər. Qoşa Hə. burger də, yəni hamburger Hə, falan double ikidən verirlər. burger. Eşitməmsən heç onlar. Eşitmişəm, bayaqdan da o demək. Ben double burger deyince elə onun yadına elə qalır double burgerdə. Nətər yazılır? Double. Axırıncı sonuncu. Last. Allah şükür, bildin onu. Deyirəm mən Said. Sayvobi. Nətər yazılır? Bu o W E Vowel. Və Samit. Samit John Saint. Constant. Constant. Consonant. That's John. Konsonant. Oxunur, konsonant yazılır. Bitən qurtaran. Bitmək qurtarmaq. Bitən Final. Bitmək qurtarmaq. Ending. Hə, yaxşı. Heca. Heca. Sil. Bu ale. Ne deyirsən? Yerdən səs aldım. Deyirəm. Yo. Heç nə başa düşmədi. Sıyıllı able. Beyalar demişdin ki, baxıb demişdin ona. Sonuncu yekun. Final. Nətər oxunur? Finalda. Oxunuşu. Finalda məli. Yo, oxunuşu final deyil axı. Hə, final. Final. Hə, final. Yazılışı nətər olur? Final. Nətər deyilir bəs? Final. Final. Mən Gözünüzü çəkməyin oradan. Narahatı. Gözü çəkmə oradan. Mən bir də bir yazı şey. Narahat soruşun. Mən mayar. Bu günləri hamı zəif cavab verir. Görə Mən sağlam necə? yazışanda bildim. Mən çıxmaq şərti. Mənim hardan soruşursun? Tamam. Deyirəm mənə. Ört onu. Ört onu. Görək Meymun. Monkey. Onu çi. Fil. Elephant. Elephant. Silmək. Nətər yazılır? Remove. Axırıncı sonuncu. Axırıncı sonuncu ending. Last. Qoşalamaq. Qaşalmaq double. Double. Le. Double. Aysa double. Said. Vowel. 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 Nətər yazılır? L. Samit. Constant. Konsonant. Consonant. Nətər yazılır? Sonat. Sonant. Bitən qurtaran. Tam qurtaran ending. Heca. Heca. Syllable. Özüm mən. Özün buna gülürdün ki. Nətər yazılır? L. S-I-L-L. Y. S-Y. İki dənə L. L-E. Final bilirsən ki, nədir? Finish. Nədir final? Final nədir? Final son. Yekun. Yüngül nədir? Ha? Necə? İngillə ağır yadımdan çıxırmır. İkisindən də keçmişdik də. Heavy light. Bəs Yağmurun nə yadına çıxmış ki? Çünki Yağmur evdə PUBG oynamır da, TikToka girmir. Videolara baxmır, dərs oxuyur. Lövhə yazı taxtası. Blackboard. Yazışını da dinləndə Logic. zəhmət olmaz. Board. Avropa. Euro. Europa. Avropa bahalı. Expensive. Yox. Ex. Final nəhayət deyil. O da var. Final. O L-y olanda da. Pensive. Expensive. Ha. Formalaşdırmaq. Form. Təyyarə. Təyyarə plan. Nətər yazılır? P-L-A-N. Düzdür. P-L-A-N-E. Plani. Təyyarə haqlı olmaq. Məktəbdə keçmişdim. Bütün Elova bildi onu. Həqiq zarfası. Siyasətdən soruşdum, o da bildi. Sən niyə bilmirsən ki? Bir
ayet. Bir ayet. O da bir iyici hıtı. Yaxşı. Sonra right'ın başqa mənasını bilirsən? Bəli. Right. Sağ. Sağ. Left right. Sonra Right isə yol. 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 V de var. Hepsi lazım, Bir şey. Ro. Nətə yazılır? R-O-U-D. Yanlış. Adı. R-O. Ad. R-O. A. Adı. Website. Ve website. Nətə yazılır? W-E-B site. Site yazılır da. City. City. Narahat. Uncomfortable. Uncomfortable. Tablet. Əyləncə. Önce funny de funny loving eğlence severse Attraction. Attraction. Traksiyonu ələyəcək. Nə oldu? Kreslo. Rusla armchair Nətə yazılır? armı C. c e Hı. c h a Ayrı. ayrı Dolu izdihamlı. dolu yo o empty. Mən deyirəm. Crowded. Bilmirsən onu. Dəyişiklik, dəyişmək. Necə? Neyse ben gidelim. Ne yazmışsınız? Dəyişiklik. Mən Change. Çanta. Çanta back İstifadə olunmuş. used Nənə. grandma Yazışını bilirsən, deyək ki, olan asan sözlərdir. Zürafə. zura car Çiraf. Giraffe. Nətə yazılır? C R C İ. I R A F F. E. Məhəmməd, sən niyə görə boşlayamısan ki? Hansı söz təkrarlamısan? Bura. Bu sözlərdən duxun var, sən bilməklə. Ayaz. Nəzər soruşacaqsın? Bilmədikləri. Ayaz. Lövhə yazı taxtası. Blackboard. Nətə? Blackboard. Bu art. Hərf deyilən, səliqəli deyilən, sözdə möhkəm deyilən. Avropa. O J dediğin var, ayıdır. Ha? Evropa. Nətə yazılır? Evro. EU. Hərfdir. U-V-A. Euro. Europa. Bahalı. Expensive. Nətə? Expensive. Ha. Formalaşdırmaq. Form dedi. Elə aşağı düzdür. Təyyarə. Plane. Nətər oxunur? Plane. Nətər yazılır? Plane. Ha. Haqlı olmaq. Haklı olmak. Yanlış. Bir. Bir ay. Düzdür. Düzdür. Yol. Yol. Road. Malades. Website. Website'dir. Nətər yazılır? Siz mənə attraksiyonu demədiniz, bildirişi biləcəm, əyləncə dediniz. Ona görə də ikisini də oxumaq lazım. Daha elə birini oxuyub orisini saxlamaq olmaz. Mən demədim müəllim. Nəyi? Olmaz. Mən əyləncə dedim, mənim. Əyləncə dedim. Mən də attraksiyon demədim, əyləncə dedim. Narahat. Narahat. An. Zor. Yazılışın deyilən. Mən yazışın. Yox, birinci oxunuşun deyil, sonra yazılışını deyərsən. Uncomfortable. Comfortable. Comfortable. Düzdür. Sonra kreslo. Kreslo. Ç. Nətər yazılır? Arım. Cıhı. Cıhı. Ayrı. Çıhı anlayıcıları. Ay, change deyirsən sən. Çıha. Hər hərfdə arımı, Arımı. cıhı, ayrı. Nətər oldu? Arım çıhı.
Cahayir. Cihar. Arım cihar. Yaxşı. Kreslo dedik. Dolu izdihamlı. Dolist krov de. Sağ ol. Düzdür. Dəyişiklik. Dəhşirik cihan mən. Sağ ol. Düzdür. Sən də yesin. Çanta. Bəli. Təzə başla. Yazışını bilərsən də ki, asan sözdür. İstifadə olunmuş. Juz. J deyirsən, var o var. Y-dır. Used. Nətər used. Nənə. Ekran. Bilərsən. Zürafə. Zürafə. D deyil o. Çırıdır, yox. Ciro. Giraf. Nətər yazılır? C-I-R O-F-F Aff. Affa. Affe. Giraffe. Meymun. Monkey. Nətər yazılır? M-O-U Yanlış mı? Onu. K. Monkey. Fil. Fil. Elephant. Sağ ol. Nətər yazılır? Elephant. Düzdür. Ancaq Silmək. Buradan başlayırsınız. Silmək. Silmək. Remove. Remove. Axırıncı, sonuncu. Axırıncı sonuncu last. Düzdür. Qoşalamaq. Qoşalamaq double. 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 Sait. Sayı V. Vowel. Vowel. Nətər oxu? Vowel. Vowel. Birinci şey sonra double. Sağ ol. Samit. Sonant. Konsonant. Consonant. Deyirəm. Sağ ol. Bitən qurtaran. Ending. Ending. Bir də de. Bildiyimə şey yazışı. Sağ ol. End sözüdür də. Filmlərdə Tom and Jerry nə yazılır? End, son. Və en. Heca. Head. Syllable. Nətər? S-Y-L-L A-B-L-E. Malades. Və sonuncu yekun. Final. Sağ ol. Bunları Ayaz çox yaxşı cavab verdi. Sizin əksinizə olaraq. Mənimə yazışan şimdi tərəfsizdə ki, Yaxşı da yağmur. Bir gündə sən yaxşı cavab vermişsən. Dəqiqə başı şey eləməyəm. Yazmışlarına tam baxmamış. mən üzərinə baxmamışam. Əzaqda soruşuram. Ver bura. Səhvin neçədir? Mən ardıcıllıqla söz. Əzaq, artıqını öyrənmək deyil də. Yaxşı şey yoxdur, soruşaram. Prosta nə bilim, o öyrənmək deyil axı, ay bala. Necə 100 dəfə demişəm onu. Bizə də soruşmaq istəyirəm. Və soruşarsınız. Mən bizdən də ona. Bizdən də ardıcılıq. Yaxşı. Ailəcil olun. Hadi məsələn. Deməli, de görün mənə, şeydir, de görün mənə. Ardıcıllıqla ört onu. Örtəndə əzaq, kitabı sən tərsinə niyə örtürsən ki? Kitabın qabağı burada beləsinə örtürlər də. Sən götürüb belə örtürsən. Ardıcılıqla dedin. Mis. Bir də? Kopə. Pambıq. Kop. Ya dedik. Yanlış. Say danışma qız yerdən. Kopə misdir. Bəs pambıq misdir. O da kına başlıyor. Cotton. Şüşə. Glass. Qızıl. Gold. Dəmir. Al. Bir də? A-I-U. Yanlış. Al. Yanlış. Dəmir. Bütün mənası da var. Hə, Danışma. Bütünləmək mənası. Ana başlıyor. A-I. Ayə. Ayen. İran. Kağız. Ne? Kağız. Pep. Düz. Paper. İpək. Pek. Bəli. Pek. Şey. Pek völ. Yanlış. Pek. Pek. Slave. Yanlış. Slav. Yanlış. Slav değil. Yox da. Silk. Sil. Gümüş. Slav. Silver. Silver. Taxta odun. Taxta odun. Vol. Dın. Vol. Bəs yun. Wool.
Məndə məsələn də, yolda getdin, yaxud da test eləyəndə hardasa da gördün ki, yazılıb ki, C O T T O N Jotton da, gördün də onu. O nə deməkdir? Danışmır heç kim yerdə. Test eləyəndə C O T T O N gördün. Bu sözü gördün. Yazıb sonra Bu söz Jotton sözü. danışma. Bu sözü gördün də, ha. Bu sözün mənasını biləcəksən. O sözün mənası olacaq Hə, kitaba baxın. çağız. Çağız. Görsən, yəni bu günləri danışma. Bir palma. Danışma. Bu günlər bu sözün, yəni əslində öyrənmişdin də güya, düzdür? Amma öyrənməmiş kimi sayılır o, əza. Həqiqətən ciddi sözümdür. Mən bir şey deyə bilərəm. De. Biz burada nədir? Test vururuq ha. Burada nədir? Yazışa düşür də o tərcüməsi. Ha. Və onda siz yazışı soruşur, biz tərcümə edək mənasını. İndi dinləmə eləyəndə də deməyəcəklər, C O T T O N deməyəcəklər, cotton deyəcəklər. Və Hələ sonra deməli, Deyək o yazışını tərcümə edək. dinləmədə laf elə deyil. Expensive deyəcəklər. Expensive. expensive deməyəcəklər ki. Özdə ki, Deməli orada da laf şey dinləmədə lazımdır. çox başa düşməyəcək. Də ağzına gələn danışlar. Hə, başda gələn firavan testlərə birincidə şərt oxu səndən nə istəyir onu mənə izah elə. Deklarativ. Nə demək deklarativ? Nəqli cümlə. Danışırıq da yerdən. Kim cavab verir? Nə gözü döyürsən? Hə? Bilmirsən deklarativ nədir? Sən nəmi? Bilmirsən deklarativ nədir? Cümlə növləri ki çıxmasın da, valla bəs biz bir dərsi niyə keçirik ki? Yadından çıxacaqsa onu da keçməyək də. Onsuz yadından çıxacaq. Niyə keçirik ki? Korrekt general nədir? Korrekt general deyirsən nədir? Korrekt general düzgün ümumi cümlələr deyir də. Bəli. O keçmiş. Hə, general sentence deyir ha bala. Hə general sentence mən bax. Axıra qədər. Direct sentence. Oxu. Ümumi sual cümlələri. Question qalıb orada. Aha. Deklarativ. Hə. Nəqli cümlə istəyir də səndən. Düzdür? Amma düzgün olanı. Düzgün olanı. İndi ipucu verirəm. Cümlə ilə başlamalıdır. Cümlə mübtəda ilə. ilə. C variantı çıxır. Okay. Qalır yerdə anlam bir. Düzdür? Mübtədadan sonra nə gəlir? Xəbər. Orada Danışma. İndi səncə A-dan B-dən hansı olar? Present. Nədir present? Presentdir o. Present deyil. Present olsa, əslində presentin başqa mənası, təqdim etmək mənası da var. Amma burada present. Qarşısına qoyduğunda bu avtomatik isimləşir. İsimləşir deyirsə, Z-dən sonra isim gəlmir. Nə gəlirdi? Xəbər gəlirdi. Xəbər gəlirsə demək B-dir səhvdir. Xəbər orada bilmirsən, will-dir yoxsa present-dir ya. Danışmırıq. Ha. Mənə A demişdim. Mənə qulaq as. Bravo. Bravo. Z nədir orada? Mübtəda. Mübtədadan sonra xəbər gəlmir. Bəli. İndi gəlir, birində will gəlir, birində present gəlir, düzdür? Bəli. Ha. Sənin xəbər hansıdır orada? Will buy-dir yoxsa present-dir? Will buy. Will buy nədir? Alacaq. Biz nə gözü döyürsən 2 saatdır? İkinci nə elə? Burada bir C variantı çıxır. Çünki burada mübtəda V olmalı idi. Aha, access station nədir? Tərcümə. Stansiya deyil, access station. burada stansiyada. Hansı zaman zərf danışmırıq? Hansı cümlə üzvüdür? Stansiyada. Mübtədadır, xəbərdir, nə bilim, təyindir, Yer zərflikdir. zərfi. Yer zərfi əvvəldə gəlir. Xeyr. Gəl həbəs. Mübtəda gəlir birinci. Ona görə qalır yerdə anlamır. Sağ ol. Sağ olasın. A-dan B qaldı. Düzdür? Davam elə indi. İkisindən birini seç, tez ol. Burada da mübtəda xəbər A variantı. B niyə səhvdir? Çünki orada xəbərim görüşmək. Görüşmək olar istəyik də. Bəli, xəbəri olsun. Ayız davam elə. Çox heyecanlı. Hadi az da obursunlardan da keçək. 3 elə görüm. Ben 3'te. Gözlə bir dəqiqə. Davam elə. Burada birinci
şey gəlmədi, mübtəda gəlmədi. Burada may olmaz. May olmaz Ona deyirsən. görə də Danışmırıq. May olmaz deyirsən, düzdür. Mübtəda may. May nədir? May. mən Mənim, düzdürmü? Maydan sonra nə gəlib orada? maydan sonra xəbər Burada mənim təsdiq. Maydan sonra nə gəlib orada? hə, qram Müəllim, burada dəqiq Nədir cavabı müəllim? demirik. Dəqiq burada deklarativ. Hələ burada dəqiq cavabı deyirik. Ya not deyirik ya da yes. Mənim nənəm. Bu tərəfdə elə də axı. Bir hadisə, əşya və əlamət haqqında məlumat vermək. Üçün işlər. İki forması var da. Təsdiq, inkar. Ört onu. Şeydə. Ayaz. Maydan sonra nə gəlib? Grant mı? Düzdürmü? Nə? Düzdür. Nə oldu ikisi bir yerdə? Müftada. Müftada. Xahiş edirəm möhkəm danış. Müftada mənim. Mənim nəyi? Nənə. Ha, nədir bu? Mübtəda addır da. Mənim cümlə mübtədası ola bilər də. Nəyə görə olmaz? Maydan başlamasın ki. Hə? Və yaxud da C-yə baxırsan. Nə yazılıb C-də? LT. Nə deməkdir LT? Məktub. Məktub. Cümlə üzvü mübtəda ola bilər. Xeyr. Məktub. Hə? Xeyr. Olamaz ya. Xeyr. Məktub müftada ola bilər müəllim. Mübtəda hansı nitqçələr ola bilər ki? Azərbaycan dilini bilmirsiniz də bax. Mübtəda İsim. mən, sən, o. Təkfso isim ola bilməz. İsim Mübtəda. ola bilər. Mübtəda. Məktub isimdir. Letə, məktub isimdə o da ola bilər mübtəda. Burada bizdən düzgün istədiyinə görə mübtədadan İki də ola sonra bilər. xəbər gəlir. Ay, sənə nə lazımdır? Sənə o lazımdır ki, mübtəda və xəbər gəlsin dalbadal. İndi məsəl üçün 3-də my grandmother cümlənin mübtədası olsa, ondan sonra nə gəlməlidir? Xəbər gəlməli. Nə gəlib orada? Məktub da. Məktub gəlib. Məktub xəbər ola bilər. Mənim düz. Xeyr. Xəbər. Məktub da nə məktub? Nə isim? Hərəkət yoxdur ki orada. Sent göndərdim. İkinciyə bax. Hə? Sağ olsun. İkinci sağ ol abi. İkinciyə bax B variantı. Nə yazılıb? Sen məktub göndərmə. Ay sağ ol, göndərməkdə xəbər ola bilər. İndi C-yə bax. C-də də yazıb ki, LT yazılıb, sonra xəbər gəlib. İkisi də ola bilər əslində. Nə mənada ola bilər? Çünki ikisi də mübtədadır. Yəni ikisi də cümlə başlayır mübtəda ilə. İkisi də gəlib xəbər. Nəsə müəllim? Sonda birinci yer zərf, sonra zaman zərf gəlməlidir. Burada amma Məsələ o deyil. Məsələ o deyil. Mən başa düşmədim müəllim. Burada Məsələ o deyil. müftada, burada grandmother deyil. Ay sağ ol. Sonra ondan sonra xəbər gəlməli. Aha, gəlib də sent. Sent. Later. Sonra sent. mübtəda Hə. gəlir də. Sonra təzədən müftada gəlir. Mübtəda birinci gələndir. İndi letə cümlənin Bəs birinci yer zərfi gəlmirdi. Müftada, xəbər, yox təyin, tamamlıq. tamamlıq yer zərfi, zərfi. zaman zərfi. İndi yer zərfi yoxdursa yoxdur da, nağara özümüzü öldürməyəcək ki, düzdür? Müftada var, xəbər var, təyin, tamamlıq. İndi C variantı tərcümə elə. Məktub, Məktub göndərdi. məktubu yox. Məktub göndərdi. Mənim nənəmə idi nə? Nənəmə yox, nənəmi. Nənəmi. Məktub nənəmi dünən Ay sağ ol. Yazılışı düzdür əslində, amma tərcümədə deyir ki, məktub nənəmi göndərdi. Olar elə bir şey. Xeyr. Deməli nənəm məktubu göndərdi də. Mənə bax, letdə cümlənin mübtədası da ola bilər, tamamlığı da ola bilər də. Mənim Məhəmməd deyə göndərə bilərdi. Amma o da baxır işlənmə yerinə görə. Harda cümlənin əvvəlində işlənirsə mübtədadır, xəbərdən sonra gəlirsə tamamlıqdır. Dördüncü də oxu. Dördüncü özün elirsən ha. Heç bir kömək eləməyiz kim. Mən tapdım. Mən tapdım. Evening, mən evening. Hı? Evening. Evening nədir? Qoyum topun ortasından görəsən nədir? Bilmirsən nədir evening, hə? Axşam. Morning, evening, afternoon keçməmişik bunları. Afternoon. Mənim burada deyir ki, Səhər. bir Ayaz, nə oldu Ayaz? deyim, Mən burada birinci Nə gəlməlidir? mən birinci mübtada gəlməlidir. Ay, sağ ol. Xəbər gəlməlidir. Ay, sağ ol. Qoy gəl burada qoy. Birinci gəlib. Harda? Mən bu deyil. Hansı variantda? Al var. A variantında, hə. Düzdür, səhvdir. Mən səhv. Səhvdir. Niyə görə səhvdir? Mən Qoy nədir?
Getmək. Harda gəlməli idi? Mən getmir. Danışma heç kimə gedin. Onlar müəllim. Yəni A variantında səhvin nədir? Qodur. Qo olmağı səhv edirsən. Ay, düz. Əli aşağı sal. Müəllim deyim. Müəllim. Ha, de. Müəllim burada deyir ki, müəllim biz dünənləri Aha. sinemaya getdik. Dünənləri Yox, axşam. Axşam Biz sinemaya axşam sinemaya getdik. Müəllim, getdik burada da deyil. Ay A bala, variantı. getdik deyil. Mən deyim də. Danışma. Getdim. Şəl var orada. Şəl var ya. orada. Gələcək. Ha, deyil. Go, mənim go Müəllimin olmadı. A nə variantı düzdür. olar? Müəllim, in zevnik cümlənin sonunda gəlməlidir. Ayda. Zaman zərfi sonuna gəlir. Yer zərfi, Ayaz. zaman zərfi. Variantlarda mənə qulaq as. Birinci mübtəda gəlməlidir. Sual cümlələrində ola bilsin şəl, du, daz, dil birinci gəlsin. Sual cümlələrində. Amma sual cümləsi deyilsə, mübtəda bir əl aşağı sal onu düzgün göstərsin. Mübtəda birinci gəlməlidir. Düzdür? Bax variantlara. Birinci nə? Hansında mübtəda birinci gəlib? Ayaz. Mən Sonra? B-də mən Şəl gəlib də. Ona yol Ölçəkdir. C-də. mən var C. B-də C-də də A ilə C-də ikisindən mübtəda birinci gəlib. Əla. İndi şəl varsa, şəl demişik ki, A ilə V-dən sonra gəlib də. Düzdür? Gəlib burada da. Gəlib. Əla. Sonra nə gəlməlidir? Xəbər gəlməlidir. İkisində də gəlib xəbər. Düzdür? Gəlib. Amma A variantında inzi evening gəlib, sonra sinema gəlib. Amma C variantında sinema gəlib, sonra evening gəlib. Düzdür? Biz demişdik ki, ardıcıllıqda birinci hansı cümlə üzvü gəlir? mən Sonra, xəbər sonra tam tamamlıq, təyin oldu, bilər olmadı. Tamamlıq, sonra siz zərf hansı zərflik? yer Yer zərfi, sonra şey Sözü tam tamam. Desən Allah tut. yer zərfi, sonra tam təyin yer zərfindən sonra təyin gəlir. Zaman zərfi. Zaman zərfi. Oxumamsan ayıbdır. Ha? Mən zaman zərfini dedi ondan sonra Yer zərfi dediyin ha bala. Hələ nə dediyi bilmirsən sən. Yer zərfi sonra nə gəlir? zaman Sonra da söhbət bağlandı da. Olmayacaq burada gözlə. Büyük başa kesin. Büyük. Bu eləmiş yükləcədə gəl. Bir abla olasın. Hansı zaman zərfləri həmçinin cümlənin əvvəlində də gəlir? Demiş ki, həmişə axırda gəlir də. Bəs hansılar əvvəldə də gələ bilərdi? Bir nəfər əlini qaldırdı. Firavan əlini qaldırmayıb. Yalandan qaldırmırsan, bilmirsən. Hansı zaman zərflər cümləyə? Nə vaxtlarsan? Axtamıram ki mən. Səkinə. Təyin. Təyin. Daşma. Deyirəm ki, hansı zaman zərflər cümlənin əvvəlində də gələ bilir? Zaman zərfləri. Bəli. De Yağmur. Yesterday, today, tomorrow. 3 dənəsi cümlənin əvvəlində də gəlir də. Today tamam. Həm axırda gəlir, həm də əvvəldə gəlir. 3 dənəsi. Neysə. Neydi? Yağmur davam elə 5-cini. Biz bilərsiniz, mən yoruldum sizə başlanmaqdan. Allah'ım. Elə bir günə ki. Yaxşı, davam Burada elə. müəllim C variantı çıxır. Sonra C niyə çıxır? Hamı diqqətlə ora baxsın, hə? C müəllim birinci in the England gəlib də. In England gəlib də. Nə deməkdir o? İngiltərədə. Zaman zərfi, yer zərfidir. Bəli, o sonda gəlməli idi. A ilə B qaldı. B-də də müəllim will will mübtədadan əvvələ keçməli idi də. Lap əvvələ də. Bəli. V deyirsən, V başa düşmədim. Will var orada. Bəli. Han? 5 Orada baxıram 2 saatdır. Hə, B variantında nə? A bir variantı. əvvələ keçməli idi. B variantında. Bəli. Cavab onda A variantıdır. Bir dəqiqə müəllim. B olmalı mənim. Mənim şunun yanında həmişə will gəlməlidir. Bəli. Mən Adını A-nı niyə vurmusan ki? Ay bala, şey nədir? In England sonda gəlmədi. Mən A variantını vurmuşam. Bəli. 6. Ümumi sual cümləsini istəyir. Hə Bəli. ya da yox. Yox, o generalda eşitdin ha. Hə ya da yox. Burada müəllim D variantı çıxır. Did əvvəldə gəlməlidir. Bəli. Sual cümləsidir. Sual cümləsidir. B variantında da did you olmalı. Did you. Did have şeydən bir dəfə did keçir ya da have keçir. Cavab A variantı. 7-ni elə.
qoyun. Mən burada birinci duyu Danışma. gəlməlidir. C variantı çıxır. Sonra Duyu. To school. Mən burada to school məktəbdə. danışmadan. Məktəbdədir. Məktəb. Bana qulaq as. Tu nədir? Tu o. Dadır. Dadədir tu. Mən Adəz dedi ki, duyudan sonra danışmır. Məktəbədir. Məktəbədir da. Ayədir, giray qız. Hə. Lap olsun məktəbdə. Ümumiyyətlə bu məktəbdə hansı zaman zərflərdir? Hansı zərflərdir? Zaman mı, yer mi? Yer. Yerdə, düzdür. Yer zərfi mənim üzündən sonundadır. Gələ bilər. Ondan əgər zaman varsa, zamandan əvvəl gəlir. Axırdan ikincidir olacaq da, onu da belə çıxır da, hə? İndi yaxşı, cavab hansı olar səncə? məncə Mən B variantı. B variantı olur, bəli. Həm də ki, you burada cümlənin nə idi? You. Müftədası. Mübtəda. Müftədadan sonra nə gəlir ay qız? Xəbər qoy gəlmə. Səkinə izahat verir. Səkinə danışır. Səkinə 8 elə. Mənim 8-də. Mən C variantı. She is. Mən burada she is birinci gəldi. tapdım ki baş. Mən də tapmışam. Mənim C variantı çıxır. Səbəb nədir? Çünki mənim birinci. Mən tapdım sən mən. Mən də tapıyorum. Burada mami. Məncə mən deyim. Sən nə deyirsən cavabı? Məncə Mən deyim. Cavabı nə deyirsən? Yusif. Cavabı. Yox, heç kim demir. Hə. Səkinə cavabı nə deyirsən? Hə, yalan. məncə burada Nədən soruşursun? A Azal. variantı. A variantı. A variantı deyirsən, düzdürmü? Başqa fikir olanlar? B variantı. İndi nə variantı? B. Çünki Yanlış deyirsən. A variantı müəllim. Mən İki C variantı. zərf axırda gəlməlidir. İzahatın verir. İzahatın verir. Səkinə izahatın verir. B variantı niyə səhvdir? işi Dəqiqə mən sana ay daha zaman sərfi sonunda gəlirdi. Yer zərfi gəlirdi birinci. Səkinə B variantı niyə səhvdir? Mənim əksi moment hal-hazırda orada mənim əvvəldə sonda işləndiyin, sonda işlənməlidir. Ona görə. C- C variantı isə ümumiyyətlə sual deyil. Nəqli Sual cümlədir. nəqli cümlə. General Dəqiq isə cümlə. general questions. Ümumi sualdır. Sual olmalıdır. Mən deyir ki, nə Əzizə adam belə. Əmin şey gəlir sonra gəlir. O nəqli cümlədir. Windows o Dur gəlir sonra adım gəlir. Oxumayın. Cavabı deyin, promunu. Hə, bunların hansı düzdür? Orada Fikirləş müəllim bir sən. dəqiqə. Aklım bir var. Göstər Yusuf Əliyev. 8-də də, 8-dədir. 8-dür, 9-dur. 9-dur. Əzizə. Müəllim 9'dur mənim. Biləm də, hə. 9'da olacaq. Yusuf elədiyi testi yenə eləyir, cavabı tapır. Amma bilmir ki, o test eləyib bir şey. 1 saniyə qabaq eləyib. Windows. Mənim B. Bəli? B. Bəli. Niyə bu seçdin? Çünki müəllim burada did you. Aha. Müəllim bu did Əvvələ keçir, məludur. Sonra nə gəlir? You nədir? Cümlə nə idi? Müəllim you müəllim cümlənin mübtədası. Bəli. Mübtədadan sonra nə gəlir? Necə? Mübtədadan sonra nə gəlir? Mübtədən sonra təyin. Danışma. Təyin. Mübtədadan sonra nə gəlir? Əzizə? Xəbər. Xəbər gəlir. Düzdür? Bəli. Open nədir? Open. Open Bilirsən? şandır. Açmaq. Açmaq. Şans içində olur, ha, ona görə gəlirsən. Operası. Açıqçası yazırlar ki, açıqdır, yəni ona görə açmaq mənasındadır. Open Açmaq. Sən açdınmı deyir window. Window nə? Pəncərə. Pəncərəni Bu açdın. da. B variantı. Onda. 10-cuya keçirik. Onda olacaq. C. Bəli. Niyə? Mənim çünki mənim burada last. 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 Onda last var. Onda last. Mənim cızına baxıram mən. Ha, C-də. Last var orada. Last. Last. Var. Mən bu şey düşündüm, mən deyim əlində. Ha, is də o, is. Yanında üstə. Ay şey var. Ha, o i hərfidir də. Prosta tək olanda ay olur o. Burada olacaq mənim işi. Aha. İşi in the
Garden. Garden. Nə demədi garden? Garden. Bağça. Bağça. Hə, garden bağçadır, now'dakı zaman zərfi. Demiş ki, birinci yer zərfi gəlir, sonra zaman zərfi gəlir. Düzdür. Davam elə Məhəmməd 11-i. Mən B deyirdim. Deyir ki, C dedi. Garden Spadges yazır. O nə demək ki? C dedi. Xüsusi sual deyil. Garden Spadges Ha. nə demək ki? Yaz. Ha? Garden Spadges yazılır. Boş. Bağ yeri. Bağ yerində. Boş yer. 11. 11. Xüsusi sual. Aha. Burada suallardan verilməz. Məhəmməd, elə fikirləşsən ki, görən də elə biləcək ki, doğrudan fikirləşsən. Değil mi? Yox, özü deyəcək. Məhəmməd, nə oldu? Hara getdin? Buradasan? Bəli. Düz dedin. Ben değil. Ay benim bu hardan tapır bu cavabları. Kesmişim benim yazmışım. Hə, de görüm. Civarında. Ya izahatını Yəqin ki, köçürmüsən ha. Mən izahatı versin. Niyə Yaxşı izahatını ver. Burada deyir ki müəllim ver müəllim sonra kan gəlir. Düz, Kanın maşını. kən düzdür. Kar yox. Kar yox, kəndir, moda fiildir. Kan bir şey. Yox. Mən nə hara gedirəm mən? Müəllimə hər cümlədə kəm varsa kəm birinci Kəm birinci gəlir. Videodan qabağa keçir. Sonra xəbər Sonra gəlir. kan. Cavab C variantı. Ona görə. Mənə qulaq as, Məhəmməd. Ven birinci gəldi, onsuz üçdə də birinci gəldi, düzdür? Sonra əgər cümlədə do, does, did varsa, olar birinci gəlir. Əmzar varsa, olar gəlir. Sonra nə bilim, can varsa, must varsa, ümumiyyətlə bu köməkçilər var idi, mübtədadan qabağa keçirdiyimiz. Olar gəlir. Sonra mübtəda gəlir. Sonra da xəbər gəlir. O hansı bax indi. Veni gördün. Sonra can varsa, modal feildir də, köməkçi feildir. Venidən sonra nə gəlməlidir? Həmin o can gəlməlidir. Candan sonra mübtəda gəlməli. You nədir burada? Mübtəda sən, düzdür? You gəlib. Sonra visit nədir? Visit. Baş çəkmə. Xəbərdə mübtədadan sonra visit gəlib. Sonra da your aunt Əminə. 12-ni elə məsələn, 12-ni görməliyim. Baxım. Mən tapdım. Mən bu. Müəllim bu. Mən də deyim. Yox, özü deyəcək. Mən bilməsəm mən deyərəm. Yox da deyirəm. Mən deyirəm. Mən deyirəm. Gördüm də, bildim. Halaldır, düz eləmişsən. Mən də göstərdim də. Hə. Hə. Keçirmişsən Azza? Yox, Allahın dostu. Allahın dostu. Belə şey də mənim köçürüm. Mən izahatı Yaxşı. deyirəm. Məhəmməd, indi başın ortasına bir dənə dubunka gələcək ha. Ay bala. Niyə görə C-ni seçirsən ki? De görüm izahatını ver. Ver birinci Ay gəlir. sağ ol. Sonra Did gəlir. düzdür. Sonra müftəda Ay gəlir. sağ ol. Sonra xəbər. Ay sağ ol da. Onca da. Sonra Ver. tamamlayacaq. Burada hamısında Mən yenə də tapdım. Danışmırıq. gəlir, atdı. Bu da mənim bir yaxşı şey işim var. Bəli, C olacaq. Çünki did Zeyd, mübtəda varsa Z gəlir, you gəlir, my brother gəlir, nə gəlir? Axırı olay gəlir, sonra xəbər gəlir. Ride nədir? Ride burada read. Sürmək. Sürmək. Sürmə xəbər olduğuna 15 görə. çətin, 15 eləyəməyəcək. İndi 14-də də Yusif. Müəllim burada 14-cü C variantı. Biada eləmsən onu. Sən niyə görə biz test eləyəndə testi verdiyim izahatlara niyə görə qulaq asmırsan? Müəllim Mən bildim, verdiyi sən izahat atmıyorsun, o deyil. qulaq asırdı müəllim. Doğrudan. Müəllim siz bunu izah Baxan kimi tapdın, ona görə deyirəm. Niyə görə tapdın ki? Necə tapdın deyə görüm. Müəllim burada dedik ki, vəht gəlməlidir birinci. Vəhtdən sonra Bu ot. vaxtdan sonra isə şidən ən birinci did gəlir. Ardu does did varsa olar gəlir. Sonra Sonra şi gəlməlidir. sonra Xəbərdən sonra isə bay müftədə gəlməlidir. var mübtədadır. Elə desin. Müftəda şeydə o xəbərdir. Aya. Xəbər müftədə nədir? Xəbər. Xəbər, bəli. Xəbərdən sonra isə zaman gəlməlidir. Yer varsa yer, sonra zaman 15 edəm. 15-ə baxın. 15 çətindir müəllim. Bəli, vəssalam. A variantı düzdür. Hum nədir? Hum tərcümə? Kimin? Kimə? Düzdür. Kimə? Kimi? Kimi? Ondan sonra do does did varsa gəlirmi? Gəlir. Bəli. Gəldimi do? Bəli. Sonra mübtədanı tapmalıyam. Sən mətbəxdə kimə kömək edirsən? Sonra help. Mətbəx. Aysa sonra incə kitchen. Yes-də də olsaydı, yes-də axırda gələcək idi və yaxud da always falan. Gəlsə, bəs always olsaydı harda gələcək always? Always. Yeri harda? Mən deyim. Nəyin ortasında yəni? Harda tam olaraq bilirsən yerin?
Happy yerdə. Mübtədadan sonra. Heyfdən, bəli, heyfdən əvvəl you-dan sonra. Çünki demiş ki, 5 dənəsi idi ki, cümlə axırda gəlmir. Da onlar. Always, sometimes, you. Onlar işlənirdi harda? Mübtədadan Mən sonra. sometimes əvvəl elə, başlığında elə, əvvəl. Kulağım batdı yəni. Keçirik səhvə. Hara? Nə deyir? 303-ə. 3-3. Bəli. Açıq soranlar. Hə. Nəsin özündən başlayaq da mən. Yox. Mənim asandır bu. İndi aç görüm. Deməli başlayırıq 5-ci cavab, 5-ci. Elə altından başla, altdan yuxarıdan. 6-cı birinci elə. Altı müəllim öz sual verib, biz onun altından xətt çəkib cümləyə yazmalıyıq. How long? Ay sağ ol. Uzun Uzun müddət. Uzun long yox Nə qədər müddətdən biri? Bəli, nə qədər yox, nə qədər müddət. Hə, nə qədər müddət? İndi how long-u verib düzdür? Bəli. How long bu cümlədə nəyi əvəz eləyər səncə? 15 Ay sağ ol. Minutes. Düzdürmü? For me 15 minutes. İndi onun yerinə how long gəldi. Sonra nə gələcək how long-dan sonra? How long? Burada Bəlkə də bu Gözü çəkmə bu. Sonra nə gələcək how long-dan sonra? Aha, onlardan biri gəlir. Biri yox da. Ümumiyyətlə qabaq hissələn heç bir şey yoxdur deyə onları köməyə gətirəcəyik. Bəli. Burada gələcək. Nəyə gətirəcəyik? Bəli, waited hansı zamandadır? Waited. Keçmiş zamanda. Bir nə ağız o yerə danışsan. Sonra did, sonra How long did elə cümlə olduğu kimi götürəcək. How long did we waited for? waited. Yox. Waited. Waited for the bus. Wait edə. Yo, did gəlmişdi də arada. Mən bu deməkdən yorulmuşam ha bala. We wait For the for bar. the bus. Onun opsiyonları ikini. Səncə və nəyi burada əvəz eləyir? In the stadium. Mhm. Burada olacaq were. Sonra. Burada play. Burada olacaq do. Sonra. Where do the children play football? Söhbət bağlandı. 3 elə. Səncə 3 burada bu nə deməkdir bu? Picasso. Picasso-nun əvəz eləyir. İndi de görüm. bu burada kim deyir? Bu Bəli. kim? Burada o gələcək. Sonra Cümlə burada olduğu kimi burada götürülür. Danışma. burada cəmdətsə yuxarıda cəmdətsə buradakı cümlədən hansısa bir şey o gətirib təşkil işlədib təşkil. qoyacaq yerinə. O hansı zaman aid idi? İndiki İndiki saat. sadə. Burada keçmişdi. Ona aid ola bilər. Xeyr. Şurada. Cümlə olduğu kimi Et keçəcək. hamısı Bəli, Picasso painted. Əgər olsaydı Picasso yox da hər hansısa bir adam adları cəmlik olsaydı, sonra paint olsaydı paint. Biz həmin adam adlarını cəmləyəndə paint eləyəcəydik. Çünki paint hansı zaman oldu? Paint var ha. İndiki də olacaq da. Orada da elə paint. Ha, paint indikindədir, indikidə olsaydı və paint olsaydı, hunu versəydi qabağına paint-sı. Paint olacaqdı. Burada Dördü cəmdə elə. olduğuna görə aşağı gətirib təşkil Öyle elə. Səncə how? Burada nəyə əvəz eləyər? How? Nə deməkdir how? How? Neçə? Neçə? Yox, how Necə? many? Necə? Necə? Hə. Tərcümə Usually usual adətən necə? Tərcümə elə cümlədir. Danışma ol. parents, mənim valideynlərim Adətən gedir işə on foot keçmişik. piyada. Ha, burada səncə bu cümlələrində, cümlə özlərində necə hansını əvəz On eləyər? foot. Bir nə ağız o yerə danışsan. Necə? Usual adətən. Da how often do? How often? Nə qədər müddətdən bir adətən? Ha. How Sonra yox. Burada heç nə yoxdur da. How often-dan sonra gətirir. Do does-dan gətirəcək. aha. Burada go yox. Burada go olduğuna görə axırında heç olmaqdan deyir. Do-nu gətirəcək. Aha. How do my parents Aha. usually go to work? Ha. 5 elə. When? Nə deməkdir ben? Yox, nə vaxt? Buradan sən nə əvəz eləyər? Nə vaxt? 20 minutes ago. Ha. Burada Başla. olacaq 20 dəqiqə. 20 dəqiqə əvvəl. Burada olacaq when finish it. Orada ed olduğuna görə onu keçmiş zamanda olduğuna görə did gətirəcək. Sonra. When did my brother finish his project? Malades. Deyəsən səhvcə çatıb bu. Görək ayırsa
Ayaz nə deyəcək? Ayaz, görək sənin nə qədər çatıb? 5-ci tapşırığa baxırıq. Yani orada bir işler ya orada Siriye verirdi ya tapırdı cümlede. Zeliz Zeradda, o da asandır. Zelizdən sonra tək isimlər gəlir, Zeraddan sonra cəm isim, söhbət bağlı. Evet, 5'e bağlı. My sister can speak. Bir yaxdan da oxuyuruq, sən bilmirsən hansını oxuyuruq. Ha, indi 5-ci tapşırığa baxırıq da. Bizdə ərəb formasında gedir, arxadan qabağa doğru. My sister can speak three language. Tərcümə eləyək. Sister. Mənim bacım can speak, danışa bilir three language. Three language. Mənim yalanım. Three language nə deməkdir? 3 dildə. Düzdürmü? İndi orada dil 3-ün altından xətt çəkib danışmır heç kim. Neçə dildə də, düzdürmü? Neçə bilsən ingiliscə nədir? Diyesen. How Many. many? Çamini. Bu 53 çəkkindən bu da məşhur olmaq istəyir də. How many, düzdür? İndi ona görə birinci nə gələcək? How many? Hem havmasını şimdi niye gelmezsin? Çünki Cəmdə. cəmliyi bildir axı. Biz demək ki, many cəm isimləri əvəz edirdi. Maç sarılmayan tək isimləri. İndi three language, düzdür? Birinci nə gələcək onda? How many gəldi. Düzdür? Demiş ki, how many sonra mütləq şəkildə nə gəlməlidir? Onun yanındakı İsim. Bəli. Bir, məsələn, my zad olsa, my bura who'dan sonra gəlir isim. Bir də how many-dən sonra. How much-dan da sonra əgər isim varsa gəlməlidir. İndi burada how many gəldi, sonra nə gələcək? Ayaz. İsim. Hansı isim? Demə. Speak isimdir ya. Demə. Hamıdan sonra kənd gələcək də. Yox, səhv deyirsən. Bu da sən. Language gələcək də mənim. Bir who'sdur, bir də how many, how much-dır. Bəli. Onlardan sonra yanındakı söz gəlir. Məsələn, buna baxalım, bura baxırıq. Mən gətirdim. Nə olsun demişəm, bunlara çatır ki, 3 books deyirəmsə, deyir ki, bunun altına xərc çəkir. Hə, buna sual ver. Buna how many versəm, how many verdim. Bu, bundan ayrıla bilməz. Gəlir bunun yanında. Aydın. Bəli. Bir də ki, my brother desəm, my brother, düzdür? Buna deyir, sual ver. Sual verək. Kimin? Qardaşı. Kimin nədir? Bax bu. Düzdür? Bax bu, whose. Budur. Bunu versəm, bundan sonra gəlir isim yanında gəlmə. Bu ikisinin, bax budur, how many'dir. How many who's? Bir də how much. How many, how much. Ne kadar? Bir də whose. Bunlar varsa, dudaz did gəlmir. Üstə gəl isim, sonra dudaz did. Aydın? Daha yaz. How many'ni başa düşdük. How many 3'ü verdik. Sonra yanındakı isim gəlməlidir. Language verdik. Ay sağ ol. Sonra bəs qabağa ki, my sisterdən qabağa bir şey keçməlidir. Keçirə biləcəyimiz nəsə var? Can var da. Düzdürmü? Can'ı gəl. How many language, sonra can, sonra my sister, sonra sonra Mən burada bunun altına xətt çəkmişəm. ona görə onu istifadə etməliyik. İkinciyə baxaq. My friend Stayed in London for 2 weeks. Tərcümə edə bilirsən bu cümləni? Mənim dostum Dostlarım stayed. Qaldı. qaldı Londonda. Ay sağ ol. 2 həftə. Mən 2 work həftə. Weeks. Düzdürmü? 2 həftə qaldı. 2 həftə müddətinə qaldı da. İndi bu 2 həftə qaldığında nəyinə sual verərsən? Nə Nağa da. Nədir? Nə qədər nətə deyərsən? İngiliscə nə qədər müddət? How long? Nə qədər müddətdən bir? How long? Nə qədər müddət? How often-dur, nə qədər müddətdən bir? Bax, müddəti bildirirsə 3 həftə qalıb, 5 gün qalıb falan, onda how long deyirsən. Bir də var deyir ki, 3 gün qabaq, 3 gün əvvəl gəlib, onda when deyirsən. Nə dedim mən təkərlə?
Ha, O bana bilirsən daha. mən böyle 2 həftə qalıbsa. Aha, 2 həftə müddət müddətsə, how long olacaq? how long olacaq. Amma dünən gəlib, keçən həftə gəlib, onda nə istifadə edirik? Nə vaxt? Amma bir də var dedim ki, heç vaxt, always, usually, never, bunların sualı nə idi? Mən bir dənə. Always, usually, never, always. How often? Nə qədər müddətdən bir? O 5 dənəsinin sualı nə idi? How often? Keçmiş sadə zaman cümlələrində olurdu, nə gələcəyə falan, onlarda olurdu. Dünən gəlib, sabah gedəcək, nə vaxt? Amma olsa ki 2 həftə qalıb, 5 gün səni, 2 saat səni gözləyirəm və s. burada olur nə qədər müddət, how long? Tövbə nəsə çatdısa. İndi burada birinci nə gələcək? How long? Sonra nə gələcək? How long? Bax, indi how longdan sonra orada bir qaraltı verməlisən. Do, does, did mi, əmzar mı, was, were mü? Onlarda indi əmzar, was, were var, gətirəsən ora. Cümlədə var əmzar, was. Onda köməkçi 3 dənə gətirirdik. Nə gətirirdik? Ay, sağ ol. Did gətirəcəyik. Niyə did gətirəcəyik? Ay, sağ ol. Keçmiş zamandadır. Keçmiş zamandadırsa didi gətirdik. Sonra did my friends study Edi düşəcək in London. İndi 3-ə bax. Ay sağ ol. Ay deyil o. İyidi. I have looked at 1 o'clock. Nə vaxt, nə vaxt? Düzdürmü? Mən have lunch. Have lunch tərcüməsini bilirsən? Gələyantı eləyirəm at 1 o'clock. Neçədir 1? Bir düzdürmü? Mən saat 1-də gələyantı eləyirəm. Buna sual versin 1-dəyə. Nətər deyərsən? Hansı sualla verərsən? Saat 1-də Azərbaycan dilində deyə görüm hələ. Danışma. Deyirəm ki, 1-də yemək yeyirəm. Ay sağ ol, nə vaxtda? Düzdürmü? Nə vaxtda? Ay sağ ol, nə gələcək? Sonra? Sonra ben burada olduğu için ben bu Venindən sonra demişik axı əmzar vozver falan bir şey yoxdur ki, kömək qıraqdan gətirdə nəsə. Ay sağ ol. Keçmiş Deyir ki, buna görə du gətirəcək sonra. Ay sağ ol. Malades 4 elə. Burada have yoxdur mənim, have. Have got olsaydı have keçərdi qabağa. Have təkdirsə keçəməz. 5 dənə oxusun, 5 dənə. Ha. my for Valideyn üzrə gedir. Valideynini bilirəm. Niyə? Həşmə gitsin. invent me Buraxaram da, rət gözlə. dinner part. Aha. Mən aslında bəlkə nəsə deyəcəm. Onda video yarımçı qalır axı. Ha, davam elə. Deməli, birinci nə gələcək? My neighbors, düzdür? Aha. My neighbors gəldi. Cümlənin nə idi? My neighbors. Mübtədasıdır, düzdür? Mübtədanın sual nədir? İngilis, Azərbaycan dilində deyə görüm, sonra ingilis. İngilisdə nədir? Who. Bir də what. Düzdür, ikisi də. Ay sağ ol. İkisi də ola bilər. İndi burada mənim qonşularım da. Ay sağ ol. Nə verəcəksən? Ha? Who gəldi. Sonra? Who sonra burada mən Bax indi demişik ki, əgər birinci gələn mübtədanın altına xətt çəkilirsə, bizim onlara ehtiyacımız yoxdur. Elə nə edirik cümləni? Olduğu kimi köçürdürük. İndi işdir. Orada invite görürsən invite. Invite olsaydı who'dan sonra invite s eləyəcək edik onu. Çünki demiş ki, indiki sadə zamanda feil təklənir. Əgər qabaqda who gələrsə, what gələrsə, feil təklənməlidir. Təkcə elə tək olaraq qalacaq. Yox, əgər cəmdirsə burada invite sözü var, invite. Mən bir də orada is verildi, o aşağıda orada yuxarıda ar verildi, o aşağıda is eləyəcək. Bəli. Gözü bunlar mənimlə çəkməyəcək. Deyirəm Ayaz, 5-ci nədir? Taught öyrətdi. English in growing
Georgia. Georgia. Before. Before. Düzdürmü? İndi burada nəyini altda? Deməli ki, tərcümə eləyək əvvəlcə Hənifə o sözün bilirsən tot öyrətdi. Danışmırıq. Nəyi öyrətdi? İngilis Dilini. Harda öyrətdi? In Georgia. Haradır? Gürcüstanda. Before nədir? Əvvəl. İngilis dilində öyrədirdi. Dərs keçirdə yəni. Nəyin altına xətt çəkilib? Gürcüstan. Düzdürmü? Onun sual nədir? Mən har. Aysa birinci nə gələcək? Harada nə idi? De. O fikirləşdin də. Hə? Veya. Nə tərəzdə bilirsən? Birinci o gəldi. Sonra nə gələcək? Sonra mən buna Aysa. söz gəldi. Nə yəni? Before. Onu götürürsən in Georgianı. Gətirib əvvəl qaba veya qoyduq da. İndi cümlə başdan köçürt də. Axırdan niyə gəlirsən? Qabaqdakıları hara yazacaqsan bəs? Qabaqda bir topa söz qaldı. Hanifədən qabaq neçə bir qaraltı gəlməli idi. Burada mən Du. Nəyə görə? Feylə görə sən o tapdın. Birinci Hənifə ilə du işləmir ha bala. Hənifə ilə işlənsə daz işlənir. O da indiki zamanda. Amma burada mənim tot var. O sözü bilirsən, t avgıhıt sözünü bilirsən mənasını. Keçmişdim. Bu yox idi da burada. Buradaydı müəllim öyrənmişdim. Var idi. Bəli. Öyrənmişdin o sözləri. Kökündən dəyişənləri. Bu sonradan gəldi. Ay, Yox. onlardan buradaydı. Bunlarda. Təkrar vermişdim deyəsən ha onları. Yo, mənim hamısında buradaydı bunlardan. Bu deməli. Hamısında mənim. Ha. O sözü keçmişik. O ilə belə bilmirsən. Niyə? Hə? Mən öyrətdim. Öyrətdi. Hansı zamandadır? Mən öyrətdi. Mən indiksən. Ay Allah. Öyrətdi. Keçmişdim. Nə indik deyirsən ki? Öyrətdim. Keçmişdədir. Keçmişin sualını inkar edir. Du idi. Hə? Dedim, ağız o qədər danışsan ki. Nə oldu? Orada xəbərə baxır da. Orada teach olsaydı daz gələrdi. Ümumiyyətlə heç Hənifədən sonra ümumiyyətlə du gəlmir. Hənifə ilə du işlənmir. Deyir sonra nə gələcək? Sonra? Qabaqdakı Hənifə hara getdi? Hanifə, təqdir. Təavgühüt yazılan var ha. Oradakı da əvvəlki formasına qalır. Əvvəlki formasını bilirsən onun. Dil gələndə demirdik ki, play ed olanda dil gəlirsə ed düşmürdü. Bunun da içində elə bilginək ki, içindədir ed. O edi çıxarmısansa əvvəlki formasına qayıtmalıdır. Nədir əvvəlki forması? Mən au Yanlışdır, səhv deyirsən. Teacı. Yazılır. Teachdir. Öyrəndim. Sonra? English. Sonra? Bir də axırıncı söz. Ay sağ ol, before. Mən oxuyum. Gözü çəkməkdən ha burada. Ay Allah mən. Eşitmə, kitabda çəkmə gözü. Davam edə. Rəsul onun ev tapşırığını Axşamlar edir. Burada axşamlar nə vaxt ven olacaq birinci. Sonra daz varsa gətirəcək. Ven daz. Düzdür. Sonra? Ven daz Rəsul his Qaldı, feil qaldı. Bax, bu biraz Dazdan sonra hiss gəlməli. yanlış. mən vurdum nədir? Daz, bax, mənə qulaq as. Bu dazdır, hə? Bu, o daz deyil, ha. Elə bilin ki, belədir də bu. Elə bilin ki, budur. Bu daz köməkçi deyil. Köməkçi daz gələndə bura, buradakı S düşür, yerdə nə qalır? Necə ki, place-dəki da S gətirirdik. Buradakı S düşmürdü. Burada daz əsas feildir. Əsas feildir deyə biz qıraqdan dazı gətiririk, köməkçini gətiririk. Buradakı daz olanda buradakı S düşür. Onu da olur. Bəli. Nə olursa olsun bir qadadan sonra xəbər gəlməlidir. Aydın? Mənim rəsuldan sonra bunu işlənməyə mən bilirəm. Dazdır. Daz. Ven Aha. daz Aha. ven daz Rəsuldur. Ay sağ ol. His hamı. Ay sağ ol. Elə bir də ki, oradakı dazın yerinə place qoysan. Dazın yerinə du qoydum, deyirəm. Hə, dazı gətirəndə dazdakı S düşdü, du əmələ gəldi. My mother uses a lot of
salt in her cooking. Mənim anam istifadə etdi çoxlu duzdan onun yeməyində, şirniyyatında. Burada elatofun altından seçib çoxlu. Nə qədər? Aha. How many? How many sözünə gəl bax qız. Orada ələt sözünə gəlib. Salt. Sayılmır. How much? How much sonra? How much? Sonra burada nə var? İndiki sadədə olduğuna görə. İndiki sadədə. Mənə indi qulaq as. How many, how much, whose. Üstə gəl. İsim. İsmi niyə demədin? How much nəsə. Yanındakı ismi deyən də. How much salt Ay sağ ol. does Sonra. Düzdür, does my mother use Ay sağ ol. in her cooking? Söhbət bağlandı. 8. My parents live in an apartment in Tbilisi. Mənim valideynlərim apartmanda. Apartman. Bina evi. Apartmanda yaşayır. Tbilisdə. Bina evində. Bəli. Tbilisdə, harada Tbilisdə və do my parents live in an apartment. My brother's car is in front of office. Mənim qardaşımın maşını ofisin qarşısındadır. Burada mənim qardaşımın kimin olacaq whose. Whose is varsa gətiririk də. Is varsa. İsim gəlir. Whose car is Ay sağ ol. Whose car is in front of Çünki buradakı whose car var ha. Cümlə mübtədasının who'sudur deyə o da mübtəda kimi nə edirik? Cümlə olduğu kimi köçürürük. Amma təyin olsaydı, tamamlığın təyin olsaydı orada whose. Onda düzdür. Birinci whose car gələcəkdi, sonra əmzar, sonra mübtəda, ondan sonra xəbər gələcəkdi. Elə bir şey olacaqdı. My brother helps me with my homework. Mənim qardaşım mənə kömək etdi. Mənim ev tapşırığımda. Buradan mənim qardaşım kim? Bu birinci olacaq. Who helps me with my homework? Orada help da olsa, yəni də o necəcəkdi. Amma help ed olanda elə help ed olur. Ay samadır. Okay, Səkinə. Bu asandır, müəllim. Bir deyil, ona görə çətinə keçirəm də. İkinci tapşırıq. Hansı müəllim? Səkincidə. Bu tərəfdən. Hansı neçədir? 302. Bəli. Mənim orada nağaracıq ki. Deməli, who desə, bax indi görsən. Bu desə kim? Bu hansı kim sual verir? Who burada kim olar səncə? Bu desə bir olacaq. Who, ay sağ ol. Məsəl üçün V nədir V? Haraya. Düzdürmü? Haraya, harada, düzdürmü? Kitabxana is a library. Bir də what da nə? Düzdür. Cümləni tərcümə elə. Ki we read books in the Library. at Weekends. Biz oxuyuruq kitabları kitabxanada həftə sonları. Düzdürmü? Kim oxuyur? Ona görə birinci who, düzdürmü? Birinci nə gəldi? Who, sonra gələcək. Biz oxuyuruq. Ay sağ ol. İndi prosta read burada hansı zamandadır? Oxuyuruq. İndiki də demişdim ki, who-nu biz nə gözlə görürük? Is. He da He, she, it də, hə? İndiki zamandadsa bu read nətə dəyişiləcək demirsən? Niyə ki? reads. Read olur da qız. Feilin sonuna sı artırırsan. İndiki zamanda olsa ha, başqa zamanda olsa yox. Have olsa has olacaq. Are olsa is olacaq. Am olsa is olacaq. Were olsa was olacaq. Was olsa təkcə yəni də was olacaq. Amma will olsaydı mənim. Will olsa will olacaq. 2-də. 2-də. Verə. Hara? Arada. Kitabxana. Ay sağ ol. Kitabxana. Və gəl, sonra nə gələcək? Library, sonra kitabxanada. Sonra. Ondan qabaq bu am, is, are, do, does, did, will, shall, onlar gəlmirdi. Bunlar zibillərdən sonra 100 dəfə deyilir. V nə deyirsən ki? Ondan qabaq necə gəlməlidir də? Do gələcək. Niyə? Çünki mən indiki zamanda. Ay, sonra indiki zamandadır. Ona görə do gələcək. Sonra Red, olsaydı. does gətirəcək edin. Do, sonra be, Sonra sonra books. read hara getdi?
we read books at Ha. Şeylə. when nə var? Ha. Weekday at weekdays. Ha. Həftə sonları. Ha. Birinci at weekdays, sonra do, Başa düşmədim. Vendən sonra nə gələcək? Ay qız. Böyle at weekend. Big week değil o. Weekend əvəz eləyib də o. Həftə sonları nə vaxt gedirik kitabxanaya? Həftə sonları da. Ona görə o da çıxır o gedəcək. At weekend cümlədə istifadə eləyə bilməzsən ücə. Çünki o yerinə veni gətirdin də day. sonra ondan sonra do gələcək. Sonra we read books in the library. Sonra 4-də Nə? kitab oxuyuruq, bəli. Sonra nə gələcək? Sonra do, Sonra we read in the library. düzdür. İkinci nə elə? My brother works in the hospital. Ha. Mənim qardaşım işləyir hospitalda. Ha. Bu kim? Qardaşım. Aha. Sonra Qardaşım. Sonra gələcək. Hu'dan sonra nə gələcək? Hu'dan sonra Hu nədir qız? Hansı gələcək? Hansı cümlə özvüdür? Hansı cümlə özvüdür? Kim? mübtəda. Mübtədadır. Deməmişəm ki, bəs mübtədaya sual veriləndə nə tər var köçürdürsən? Sı var da, müəllimə nə tər Ona görə də heç bir dəyişiklik baş vermir. Mənə bax qız. My brother da hu, hə? Kim? Mənim qardaşım deyil. Vəsə da heç nə gətirib eləmirsən. Ha, 2. Harada? Ha. Hospitalda. Ha. Hospital. Sonra V-dən sonra nə gələcək? V-dən sonra my brother work. Bəs bu zibillər harda qaldı? Və das. Do, does, did, am, is. Hətta work sınaqında sı var deyə does gəlir. Niyə görə birbaşa isim gətirsən V-dən sonra? Qız. V-yə sonra. Das. Sonra. Sonra my Brother. brother, sonra da works. Sı. Work. Davam elə öbürsü. Üçdə box'a verir, üçdə. Kimin? Mən. Ay sağ ol. Maya sual versən də, hə? Düzdür. Who'dan sonra nə gələcək? Whose. Sonra work. Niyə ki? Ay, bu cəhətdir də. Dahidir. Səhv deyirsən. Whose'dan sonra isim gəlməlidir. Who'dan sonra demədik isim gəlir. Who's burada nəyə əvəz eləyib qız? Kimin qardaşı? Mənim. Mənimi əvəz eləyib də. Mənimin altına xətt çəkirik. Mən Brother gəlir. sonra who'dan sonra brazi gəlməlidir də. Mənim my brother ikisi bir yerdə sual verir. Yox, ya ikisinə bir yerdə sual versən, ya da birinci tərəfindən Maya sual versən. Onda müəllim sonra brother work. Ay oldu kimi köçürürsən. Şöyle. My mother prepare. Hazırladı. Başlasız. In the kitchen yesterday. Deyir mənim anam hazırladı qəlyanaltı mətbəxdə düyünə. Ay mənim Nə qədərdir? Oxuqtar, yox. yaxşı mənim. Deyir ki mənim anam hazırladı qəlyanaltı mətbəxdə düyünə. Mənim sən içəri. 11-in yarısı. O idi. 11-ə işləyib əlbəttə. İndi Yaşlaşana var, nə zələ? Mən oxuyum. indi Hu'dan sonra Kim mənim manam Aysa. Yaxşı. Hu sonra Aysa ol. Hu'dan sonra nə gəlir? Yox, Aysa ol. Sonra my Hu'dan sonra nə gələcək? İkisi bir yerdə də o. Mənim anam ikisi bir yerdə getdi. sonra who sonra olduqca Köçürürük də bəli. İkinci harada? mətbəxdə. Mətbəxdə kitchen. Aha. Mətbəxdə sonra gələcək da. Daz. Da. Hansı zamandadır qız? İndiki zamanda. İndiki zamandadır. Keçmişdədir, prepare. Yox, yesterday mən did gələcəyəm mən. Prepare edi görmürsən sən orada. Did sonra Did sonra my mother sonra prepare lots Aysa. in the Et düşür ha orada. Et düşür. In the kitchen-də olmur şey. Çünki V-ni gətirmişsən o yerinə. lunch yesterday. Davam elə. Və nə vaxt? Aha. Yesterday. Ay sağ ol. Sonra Yesterday. V-dən sonra nə gələcək? V-dən sonra nə gələcək? Then sonra my mother. Hanımın dizibili. When did my Ha. mother prepare Ay lunch sağ ol. in the kitchen? 4 elə. What? Nə? Yeməyi. Gələn hafta. Ha. Lunch.
Sonra bir, Ay sağ ol. sonra maymaz. Ay orada lunch olmayacaq Sonra düz. isim gəlirdi. Hamma çamini. Mən 4 Hus. oxuyuram. Bakın da böyle. Oxu dördü. Dördü. Hə. Dördü Z. Z some on Monkey. monkey meme. Hə, o yaxşı bilirsən. In the In park the park those ago. days ago. Burada olacak Aha. müəllim. Wolf. Who'dur da düzdür? Who. Who nədir? Tərcüməsi bilirsən? Kim? Ay sağ ol. Kim? Cümlə mübtədasının sualıdır. Hə. Mübtədadan sonra demiş ki, əgər cümlə mübtədasına sual veririksə, nə edirik? Cümle müftudasına Sual verdikdə cümləni olduğu kimi olduğu için köçürdürür. köçürdük. Ay sağ ol. Əgər indiki sadədə olmasa. İndiki sadə olsa, prosta fe'lin sonuna s qoyursan. Z'yi gördük orada. Z cümlənin nə idi? Mübtədasıdır. Düzdür? Ay sağ ol. Who'dur da bu. Who'dan sonra nə gələcək? Buradan sonra müəllim some. Ay sağ ol. Maladır. Sonra Some I monkey. Okay. Cümlə bəli. Those ago. düzdür. İndi ikincidə. İkincidə nə yazıb? What yazıb. What nədir bilirsən? What ne? What da. Nədir what? What nedir? Nedir? Mən də səndən soruşuram. Nədir? Nedir? Nedir? Mən də səndən soruşuram. Yaxşı. İndi biz deyək ki, nə gördük? Meymun gördük. Düzdür? Whatdan sonra nə gələcəkdi görüm? What'dan sonra meymun. Monkey. Danışma da qız yerdən. Mənim bu meymunu köçürdəcək qalanları hamısı. Yox. Yox. Monkey. Zaman tap. Mübtəda olarsa köçürür Zamanı olduğu Bəli. Meymun tamamlıqdır burada. Meymunu gördük. İndi zamanı tap. Hansı zamandadır? Orada deyir. Bak. Sağda deyir. Sağ. Mən meymun sağ verir axı. Hə? Nə meymun da. Hadi. Hədə mən bu meymun deyir axı. Did yox. Gəl deyil səhvdir də. Diddə du olur. Niyə ki, so hansı zamanda sağ yazılan? Qoyun. Keçmiş sadə. Keçmişdədirsə, so keçmişdədirsə, whatdan sonra nə gələcək? Did, What'dan sonra did. sonra Did I monkey. z, si, In the park, park days, 12 days ago. Ha. The 3-də. İndi V. V nədir bilirsən? V. where? Tərcüməsini bilirsən V. Məhəmməd, V nədir? Hara? Asab. Harada gördük? Hara Parkda da. Düzdürmü? İndi ona görə bu cümlə yazanda parkda sözünü yazmayacaqsan. Çünki onun yerinə sual verdik axı harada. V-dən sonra təzədən nə gələcək V-dən sonra? V'dən sonra mənim olacaq Z. Yox, niyə ki? Bax, indi köməçi gəlməlidir. Do, does, did, üçündən biri gəlməlidir. Onu da tapmaq üçün. Ay, hara baxırsan? Danışma. Hardadır? 3'te. V-dən sonra nə gələcək? Yəni 4-ün üçüncüsündə də. V-dən sonra köməkçi gələcək. Hansı köməkçi gələcək? Onda zaman tapırıq. Did gələcək, bəli. Diddən sonra nə gələcək? Diddən sonra Mübtəda. Mübtəda nə idi? mübtəda mənim olacaq. Ay sağ ol. Did Z, sonra Z savcı olacaq əvvəlki birinci forması. Si, C R monkey, monkey in the park. Öncə park demirsən. demirsən də, çünki V demirsən də oyuna. 2 days ago. 2 gün əvvəl, düzdür? İndi 4-də. Nə vaxt? Ay sağ ol. Dice olur. Dice vaxt. 2 days ago. Nə zaman nə vaxt? Üçü bir yerdə. 2 days ago. Nə deməkdir? 2 gün əvvəl nə vaxt, düzdür? Və sonra təzədən nə gələcək? Əzzağa deyir. Məndən sonra təzədən mənim burada gələcək Köməkçimiz. köməkçimiz. Nədir köməkçimiz? Qıraqdan kömək gətirirdi ki, Ayaz gətirir. Ayaz sağ ol. Did, sonra mübtədamız. Did Z Madi. Same Si, C R monkey in the var. toy O demirsən, düzdür? parkı demir. Yox, parkı deyirsən. Hə. Axırda axı 2 days ago dedim nə vaxt? 2 gün əvvəl demədim. Onu sual vermədim oyuna. o- Da o o demirsən də. Yəni nəyə sual verdiksə onu istifadə eləmirik.